Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Bugünkü videoda sizə gündəlik həyatda tez-tez istifadə etdiyimiz, amma bəlkə də bütün faydalarını bilmədiyimiz kök haqqında danışacağım. Kök bədəndəki toksinləri təmizləyir, göz sağlamlığını qoruyur, immun sistemini gücləndirir və dərini daha parlaq edir. Amma kökü həddindən artıq istifadə etdikdə bəzi zərərləri də ola bilər. Odur ki, videonu sona qədər izləyin ki, həm kökün faydalarını, həm də hansı hallarda diqqətli olmaq lazım olduğunu öyrənəsiniz. Kök orqanizm üçün olduqca faydalı tərəvəz növlərindən biridir. Kökün özü qədər şirəsi də sağlamlıq üçün əhəmiyyətli hesab olunur. Adətən valideynlər övladlarına kiçik yaşlarından kök şirəsi verərək onların immunitetini gücləndirməyə çalışırlar. Lakin kök şirəsi sadəcə uşaqlar deyil, böyüklər üçün də istifadəyə yararlıdır. Mütəxəssislərin dediyinə görə kök və kök şirəsi az kalorili olmasına baxmayaraq qidalandırıcıdır. Artıq çəkidən xilas olmağa kömək edir. Qida qəbulu arası yeyilən 1-2 orta ölçülü kök toxluq hissi yaradır. Yer kökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Vitamin və minerallar baxımından zəngin tərkibə malik olan bu tərəvəz başda A vitamini olmaqla K, C, B, B6 və E kimi vacib vitaminləri ehtiva etdiyi üçün orqanizmin bir çox vitamin və mineral maddələrə olan sutqalıq tələbatını təmin edən ən faydalı tərəvəzlər sırasındadır. Kök maddələr mübadiləsini normallaşdırır, dərini cavanlaşdırır, ürək-damar sistemini gücləndirir. Kök qaraciyərin funksiyasının qorunması və həzm sistemi üçün çox faydalıdır. Öd kisəsi və qaraciyər fermentlərinin tənzimlənməsinə böyük təsir göstərir. Piylənmənin qarşısını alır. Təbii A vitamini mənbəyi olduğu üçün gözlərin sağlamlığını, görmə qabiliyyətini artırır. Sümüklə bağlı problemlər və osteoporoza qarşı faydalıdır. Tərkibindəki E vitamini xərçəngin əmələ gəlməsinin qarşısını alır. Kök şirəsi güclü antioksidant olan karotinlə zəngin olduğuna görə hüceyrələrin qocalma prosesini ləngidir. Azacıq limon və zeytun yağı əlavə etməklə hazırlanan kök salatı zehni itiləşdirir, öyrənmə prosesini sürətləndirir. Kök şirəsi vitamin çatışmazlığı sayəsində yaranan bir çox problemlərin aradan qaldırılmasına köməklik göstərir. Kök suyu arıqlamaq arzusunda olanlara məsləhət görülür. Belə ki, aşağı kalorili olduğu üçün çəki atmaqda yardımçı olur. Kök suyu dəmir çatışmazlığından əziyyət çəkənlər üçün də faydalıdır. Kök şirəsinin tərkibində fosfor olduğu üçün halsızlığın aradan qaldırılmasında, enerji yığmaqda çox faydalıdır. Şəkər xəstəliyindən əziyyət çəkən insanlar da yer kökü şirəsindən faydalana bilərlər. Bu tərəvəz şəkərin normal səviyyədə qalmasına, stabilləşməsinə köməklik edir. Yer kökü bağırsaq qurdlarını saldığı üçün dünyanın bir çox ölkələrində uşaqlara mütəmadi şəkildə verilən tərəvəzlərdən biridir. Bu tərəvəzin tərkibində olan vitamin və maddələr uşaqlarda boy artımına kömək edir. Tez-tez yer kökü yeyən insanların immunitet sistemi güclü olur deyə onlar az xəstələnirlər. Yer kökü dişlərin və sümüklərin güclənməsində faydalıdır. Bu tərəvəz qəbizliyi aradan qaldırır, bağırsağın fəaliyyətini yaxşılaşdırır. Həkimlərin fikrincə yer kökü xolesterolu azaldır, damarları gücləndirir, qan dövranının yaxşılaşmasına müsbət təsir göstərir. Yer kökündən kosmetik məhsulların hazırlanmasında geniş istifadə olunur. Çünki yer kökü dərinin cavan qalmasına köməklik göstərir. Hamiləlik dövründə immunitet sistemini gücləndirir. Tərkibində güclü beta-karotin və vitaminlər olan kök hamilə qadınların kalsium və A vitamini ehtiyacını təmin edir. Həm ananın, həm də körpənin immunitet sistemini gücləndirir. İnfeksiyalara qarşı mübarizə aparır. Südün keyfiyyətini artırır. Qan şəkərinin tənzimlənməsinə və diabetin qarşısının alınmasına kömək edir. Tərkibindəki fosfor isə əzələləri gücləndirərək sancıların qarşısını alır. Bəs yaxşı, yer kökünü necə istehlak etmək olar?
Gündə 1 və ya 2 orta boy kök istehlak etmək kifayət və faydalıdır. Kök bişdikdə qida dəyəri dəyişən tərəvəzdir. Çiy kökdə daha çox C və A vitamini, bişmiş yer kökündə isə daha çox beta-karotin var. Bir sözlə, kök sadaladığımız bir sıra faydalarından əlavə min bir dərdin dərmanıdır. Bəs yaxşı, bu qədər faydalarına baxmayaraq, yer kökünün zərərləri də varmı? Demək olar ki, kökün heç bir zərəri yoxdur. Lakin istifadəsində bəzi əks göstərişlər var. Bu, kəskin pankreatit, yəni mədə-altı vəzin iltihabının müşahidə olunduğu bir qrup xəstəlik və sindrom, mədə xorası, həmçinin məhsula fərdi dözümsüzlük və allergik reaksiyadan ibarətdir. Qastritdən əziyyət çəkənlər tərəfindən də ehtiyatla qəbul edilməlidir. Kökün həddindən artıq qəbulu yuxu, ürək bulanması və dərinin saralması kimi simptomlara səbəb ola bilər. Əziz izləyicilər, bugün sizə kökün həm faydalarından, həm də mümkün zərərlərindən danışdım. Əgər videonu bəyəndinizsə, like düyməsini basmağı, kanala abunə olmağı və bildirişləri aktiv etməyi unutmayın ki, növbəti faydalı bitki videolarını da qaçırmayasınız. Rəylərdə isə yazın, siz kökü ən çox necə istifadə edirsiniz? Salatda, şirə kimi, yoxsa bişmiş formada? Gələn videolarda görüşənədək sağlam qalın və təbiətin gücündən faydalanın. Sonda onu da qeyd edim ki, bu video məlumat xarakteri daşıyır. Əgər hansısa sağlamlıq problemi yaşayırsınızsa, öz həkiminizlə məsləhətləşin.